xəbərləri qaçırtmamaq üçün kanalımıza abunə olun. Astrologiya ilə maraqlananların diqqətini son günlər xüsusilə bir mövzu cəlb edir. Sanki bəzi bürclərin həyatında hadisələr ard-arda baş verir və hər şey tamamilə fərqli istiqamətə dəyişir. Mütəxəssislərin şərhlərinə görə bu dövrdə planetlərin mövqeyi 3 bürcün həyatına daha güclü təsir göstərir. Bu təsirlər bəziləri üçün yeni imkanlar, bəziləri üçün isə vacib qərarlar vermək zərurəti yarada bilər. Gəlin görək söhbət hansı bürclərdən gedir. İlk olaraq Şir bürcü diqqət mərkəzindədir. Son vaxtlar Şir bürcü nümayəndələrinin iş və şəxsi həyatında hərəkətlilik hiss oluna bilər. Uzun müddət nəticə verməyən planlar tədricən irəliləməyə başlaya bilər. Yeni tanışlıqlar, maraqlı təkliflər və gözlənilməz xəbərlər onların gündəmini dəyişə bilər. Bununla yanaşı tələskən qərarlardan uzaq durmaq və hər addımı diqqətlə qiymətləndirmək faydalı ola bilər. İkinci bürc əqrəbdir. Əqrəb bürcü üçün bu dövr daxili dəyişikliklər və yenilənmə mərhələsi kimi qiymətləndirilir. Keçmişdə yarımçıq qalan işlər yenidən gündəmə gələ bilər. Fəaliyyət və karyera sahəsində yeni imkanlar yaranması ehtimal olunur. Eyni zamanda şəxsi münasibətlərdə qarşılıqlı anlaşma və səbir daha böyük rol oynaya bilər. Düşünülmüş addımlar atmaq gələcək planların daha sağlam qurulmasına kömək edə bilər. Üçüncü bürc isə balıqlar. Balıqlar üçün qarşıdakı günlər ilham və yaradıcılıq baxımından məhsuldar görünə bilər. Yeni ideyalar ortaya çıxa, uzun müddətdir arzulanan layihələr üçün uyğun şərait yarana bilər. Ailə və dostlarla münasibətlərdə müsbət dəyişikliklər hiss oluna bilər. Bununla belə emosiyalarla deyil, məntiqlə hərəkət etmək daha uğurlu nəticələr əldə etməyə kömək edə bilər. Astrologiya həvəskarlarının fikrincə bu üç bürc üçün qarşıdakı dövr fərqli imkanlar və yeni başlanğıclar vəd edir. Lakin unutmaq olmaz ki, astroloji şərhlər əyləncə xarakteri daşıyır və gələcəyi qəti şəkildə müəyyən etmir. İnsanların uğurlu seçimləri və qərarları hər zaman onların öz addımlarından asılıdır. Və siz bu üç bürcdən bilisinizmi? Sizcə, son günlər həyatınızda maraqlı və ya gözlənilməz dəyişikliklər baş verib? Fikirlərinizi bölüşmək hər zaman maraqlıdır.